gün çox fəxr edirik ki, 30 ilə yaxın bir müddətdə düşmən tapdağı altında olan torpaqlarımız artıq azaddır və biz artıq azad Qarabağda, Şuşada, Laçında, Xankəndidə həmin rayonların səmasında bayraqlarımız çox fəxrlə dalğalanır və biz bundan da fəxr edirik. Bunun üçün bu azadlığı, bu qələbəni bizə yaşadan, torpaq üçün, vətən üçün bir an belə düşünmədən canını fəda edən şəhidlərimizin əziz ruhunun qarşısında baş əyirik. 92-ci illərdə Xocalı hadisəsi zamanı biz də öz ailəmizdən 49 yaxın qohumumuzu şəhid vermişik və eyni zamanda Xocalı özünü müdafiə taborunun komandiri, Azərbaycanın şəhid milli qəhrəmanı Tofiq Hüseynovun ailə üzvüyəm və mən çox fəxr edirəm və çox təşəkkür edirəm, çox minnətdarlıq hissi ilə təşəkkür edirəm ki, həmin mənim evladlarımın dədə-baba yurdunu bizim Azərbaycan dövləti, cənab prezidentimiz, ordumuz sayəsində artıq torpaqlarımız azaddır və mənim evladlarım həmin yurda, həmin torpaqlara çox fəxr hissi ilə geri dönüş edirlər. Bu azad və suveren dövlətin vətəndaşı olaraq və eyni zamanda soyqırım həqiqətləri tanıtması İctimai Birliyinin sədr müavini olaraq mən də çalışıram ki, artıq bu gündən sonra gördüyümüz işləri həmin azad torpaqlarda görək, orada daha çox şəhid ailələrinə yaxın olaq və onların problemləri, onların o torpaqlara yenidən adaptasiya olmasına dəstək olaq, dövlətimizin gördüyü işlərə biz də öz növbəmizdə töhfə verək.